Bax, adi Allah bu dünyada rahatlıq yerləri üçün yer qoyub. Rahatlıq üçün yerlər qoyub. Bu məndən yadda saxlayın. Onlardan biri zövcədir. Yox, amma hansı zövcə? Söhbət getmir salihdən. Ola bilər qadınlar adətən zəif olur, düzdür? Sən burada nə axtarırsan? Allah subhanahu və teala kişini qadın üçün xəlq eləyib. Qadın kişi üçün yox. O deyir ki, biz yaratdıq və orada sənə rahatlıq, sükunət nazil etdik, qoyduq. O hiss eləmişsiniz, insan işdə olur, gücdə olur, problemlər falan qarşılaşır. O fikirləşir ki, mən gedəcəm evdə uşağımdan oynayacam. Həmin vaxt rahatlıq gəlir yoxsa yox? Vallahi, əgər zövcə yadıva düşəndə o rahatlıq gəldisə, Allahın dediyi zövcə ayədir. Sən neymət içindəsən. O kişi, o zövcəsinə görə həmd etməlidir Allaha. Gecə gündüz, əgər bu yadına düşürsə. O qədər kişilər var ki, vallahi, onlar nə qədər problemlərdən üzləşirlər. O qıraqasa ki, zövcəsinə zəng eləyir. Həyat yoldaşıdır. O sükunət, o rahatlıq da bu, sanki dağ arxasında. Bu hamı da olmur. Halbuki kişi sənsə qadın odur. Niyə? Allah da qoyub oradadır. Səndə də odur. Səndə o uşaqda necədir? O misalı elə belə vermədim. Uşaqlarda elədir. Fikirləşirsən 5 yaş, 3 yaş, 4 yaşında uşaq var evdə. Sən fikirləşirsən bir də çatdırım özüm evə. Bunlar hamısı yaddan çıxır. Uşağını qucağıma alıb oynadın, rahatlaşırsan. Rahatlaşırsan sən. Qadın da zövcə də onlardandır. Amma vay o insanı anla ki, onlardan deyil. Əksidir yəni. Onlardan biri, o rahatlıq yerlərindən biri bilirsən hansıdır? Təəccüblü olsa da. Kitab. Kitab. İndi bizə yaddır bu. Bizə yaddır. Kitab nədir? Kitabla necə rahatdır? Vallahi eyni şeyi həyatda insanlar var ki, alimlər hansı ki, yaşayırlar bu kitabın şirinliyini. Getdim, kitabxanama girdim. Vəssalam. Kitabxana şirinliyi, dirası, oxumaq ləzzəti. Həzzi. O, dostların, adamda necədir? Məsələn, dostlarla oturanda deyir, axşam falan kəslərlə oturacam. O, olur da, vurur da içərdə şirinliyi. Çox istədiyin insanlar oturanda. Bu, kitabxanaya girəndə o hissi alır. Ona görə şeyxlərdən biri deyir ki, mənim deyir, dostum yoxdur həyatım, mənim dostum kitablardır deyir. O da kitablardan dost olar sənə. Deyir, mənim deyir, məclisim kitabxanadır deyir. Subhanallah.